Söhbət İranın Arash-2 kamikadze dronundan gedir. Qrafik təsviri ekrana gətirək. Xahiş eləyəcəm sizdən, yaxınlaşasınız istəyirsinizsə, daha geniş şəkildə tamaşaçılarımıza da izah edin. Bunun əlbəttə ki, Arash-2 ilə vurulması təsadüfi deyil. 2000 kilometrə qədər çata bilən uzaq mənzilli bir raket sayılır. Buyurun, detalları sizdən eşidək. Deməli, hadisə baş verəndə ilk məlumat elə idi ki, bu Şahid 136 dronundan istifadə olunub. Azca kənara getsəz, oradakı yazılarda tamaşaçılarımız oxuyar. Bəli, buyurun. Deməli, sonradan dəqiqləşmələr aparıldı. Azərbaycan Müdafiə Nazirliyi və digər qurumlar, yəni bunun Arash-2 olduğunu müəyyənləşdirdilər və burada qrafikada da gördüyünüz kimi son vaxtlar ümumiyyətlə bunun adı çəkilmirdi, bilirsiniz. Biz daha çox Rusiya-Ukrayna müharibəsində İranın Rusiyaya verdiyi adını sonra orada belə deyək də müasirləşdirdikləri Giran raketlərini görür, daha doğrusu dronlarını görürdü. Amma bu isə burada bütün məlumatlar göstərilib. Ən əsası Çınay xanım, burada mənzili 1500-2000 kilometr məsafəyə diqqət yetirmək lazım. Yəni, İran niyə Azərbaycana uzaq mənzilli belə bir raket atsın? Demək, bu terror kimi qəbul olunmalıdır. Və mən şəxsən, yəni bir hərbiçi nöqteyi nəzərdən siz demişkən və bunu istənilən adam deyər ki, İran Naxçıvanla sərhəddir də, düzdür. Yəni orada yaxın məsafədən də dronlardan istifadə olunur. Deməli, bayaqları Sədrəddin bəyin də dediyi, mənim də qeyd elədiyim İran rəhbərliyində fikir ayrılığı var. İndi mən bir cümləni də əlavə edeyim. İndi Pezişkanın sağ qalması bu 6 gün ərzində Pezişkana dəhşətli dərəcədə baskılar var ki, necə oldu ki, dini rəhbər aradan götürüldü, Müdafiə Naziri Nəsirzadə aradan götürüldü, digər vacib şəxslər götürüldü, amma İran prezidentinə heç nə olmadı. Gördünüz ki, Trump da orada qeyd elədi ki, onunla işləmək olar, o yaxşı oğlandı və digərlər. Deməli, bu 1500-2000 kilometr. İndi İran və müvafiq digər qurumlar kosmosdan, yəni peyk vasitəsilə müəyyənləşdirə bilərlər ki, həmin bu Arash-2 hansı nöqtədən Azərbaycana, Naxçıvan ərazisinə deməli istiqamətləndirib və həmin nöqtədə, həmin saatda döyüş növbəsində kim olub? Yadınıza gəlirsə, biz Azərbaycan olaraq qısa bir müddətdə Rusiyanın 2024-cü ildə bizim təyyarəni, sərnişin təyyarəsini vuranda biz Azərbaycan olaraq qısa bir müddətdə müəyyənləşdirdik ki, həmin əmri General Talapila kapitan Paladayçuka verib. Yəni, biz saatı ilə, dəqiqəsi ilə müəyyənləşdirdik. Ona görə də bu, mənim üçün, burada bu sürəti 185-dir, çəkisi, o döyüş başlığı tutaq ki, 20, 30, 50 kiloqramdır, maksimum uçuş hündürlüyü mənim üçün əsas ip ucu, yəni, niyə bu uzaq mənzilli bir deməli drondan istifadədir? Əsas məsələ odur. Niyə ola bilər? Yəni, məqsəd burada tam olaraq nə olub ki, 2000 kilometrə qədər çata bilən bir puanı buraxılır? Mənim təxminlərimdən biri odur ki, aktiv döyüş əməliyyatları gedən ərazidə İrandan buraxılıb və bunun da fikirləşiblər ki, müəyyən eləmək çətin olacaq ki, biz İsrailə tərəf buraxmışdıq bunu və yaxud da ki, Amerikanın... Yəni, qəsdən buraxılıb, amma pərdələmək üçün deyirsiniz, uzaq mənzilli raket buraxıblar ki, sonra desinlər ki, əslində biz uzaq mənzilli ona görə atmışdıq ki, hədəfimiz siz deyildiniz. Bugün artıq onlar, deyirəm ki, dünən İran Silahlı Qüvvələrin baş qərargahı artıq inkar eləyir ki, bizim belə bir niyyətimiz, belə bir istəyimiz olmayıb. Amma mən deyirəm ki, bu məqsəd yönlü şəkildə həyata keçirilib, bilərəkdən həyata keçirilib. Burada yenə əsas mənim üçün açar, yenə deyirəm, başqa razılaşan da olar, razılaşmayan da olar. Bu tip, yəni drona ehtiyac yox idi. Naxçıvana biz sərhədik, İranla sərhədik. Yaxın məsafədə orada başqa dronlardan da istifadə edə bilərdi. Yəni, yaxın məsafəyə yüngül dronlardan da istifadə edə bilərdi. Amma məhz, yəni bu, deməli, Araşın istifadə olunması, orada, bilirsiniz, Şahab var, sonra, deməli, dedim, deməli, digər, yəni, dronlar var, amma məhz bu uzaq mənzilli dron məqsəd yönlü şəkildə istifadə olunub. Bu, elə bil ki, aktiv döyüş əməliyyatları başlamazdan öncə planlaşdırılmış və nəzərdə saxlanılmış bir addımdır. Yəni, plan əvvəlcədən cızılıb deyirsiniz. Əlbəttə ki, bu
spontan bir qərar deyil. Yəni yenə də deyirəm ki, orada Azərbaycan prezidentinin səfirliyə gedib başsağlığı verməsinə rəğmən cədvəl üzrə artıq addım atılıb belə çıxır. bilirsiniz, müharibələrdə o bilirsiniz, digər qonaqlardır. A variantı var, B variantı var. Bir dəqiqəmiz qalıb. Bəli, variantlardan biri də odur ki, məhz Azərbaycan-İran münasibətlərində gərginlik, regionda daha bir gərginlik ocağı yaratmaq məqsədi ilə yəni bu addım atılıb. Ona görə mən hesab edirəm ki, İran nə qədər gec deyil, təcili araşdırmalıdır. Yenə də deyirəm ki, İran artıq Azərbaycana bəzi hesabatlar verməli idi və üzr istəməlidir. Əlbəttə ki, bizim vətəndaşlarımız xəsarət görüblər. Biz əlbəttə ki, İranda hansısa bir gərginliyin yaşanmasının marağı deyilik Azərbaycan olaraq. Amma təəssüflər olsun ki, yəni bu Araş 2 dürənləri, yəni müəyyən o qara niyyətli, şərəfsiz də qüvvələrin həyata keçirmək istədiyi bir terror aktı idi və onlar da buna demirəm nail oldular, amma buna cəhd elədilər və bunun da bədəlini mütləq ödəməlidirlər.